Moskvada Kreml yaxınlığında partlayış olub. Hadisə ilə bağlı ən son məlumatları İTV Xəbərin Rusiya üzrə xüsusi müxbiri Fərid Əkbərov təqdim edəcək. İTV Xəbər hazırda Moskvada Ukrayna pilotsuz uçuş aparatının vurduğu ərazidədir. Bura Moskvanın Ramenski rayonunun Mosfilmskaya F8 ünvanıdır. Bura Kremldən təxminən 6 kilometr məsafədə yerləşir. Dünən gecə saat 1 radələrində Ukrayna pilotsuz uçuş aparatı arxamda gördüyünüz 52 mərtəbəli yaşayış binasına düşüb. Moskva meri Sergey Sobyanin Ukrayna dronunun binanın 36-cı mərtəbəsində düşdüyünü və həmin mərtəbənin tamamilə dağıldığını bildirib. İlkin məlumata görə xəsarət alan olmayıb. Hadisə şahidlərinin bildirdiyinə görə güclü partlayış səsi eşidilib. Dronun vurduğu bina mühasirəyə alınıb, əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları, eləcə də xilas edicilər cəlb olunub. Binanın əhalisi təxliyə olunub. Rusiya Müdafiə Nazirliyi dünən ölkə ərazisində ümumilikdə 117 Ukrayna dronunun vurulduğunu açıqlayıb. Moskva ərazisinə düşən dronun hava hücumundan müdafiə sistemlərinin hədəfindən yan keçdiyi və birbaşa çox mərtəbəli yaşayış binasına çırpıldığı bildirilir. Qeyd edək ki, bu uzun müddət ərzində ilk dəfədir ki, Ukrayna pilotsuz uçuş aparatı Moskva ərazisinə düşür. Adətən Ukrayna dronları Moskvaya çatmamış Moskva vilayətinin ərazisində vurulurdu. Hələlik ən son məlumatlar bu qədərdir. İTV Xəbərin növbəti buraxılışlarında Moskvaya dron hücumu barədə ətraflı məlumat verəcəyik.